Aleykümselam və rəhmətullah. Qardaş soruşur ki, qardaşı cahildir və onu toya dəvət edib, həmin toya getmək olarmı? Və qardaş sualında qeyd eləməyib, yəni həmin toy Allahın şəriətinə uyğun mu olacaq, yoxsa uyğun mu olmayacaq? Lakin sualın verilməsindən anlaşılan budur ki, Allahın istədiyi şəkildə və şəriətin, Allah Subhanahu wa Ta'lanın şəriətdə bizə edilməsini əmr etdiyi şəkildə olmayacaq bir toydur ki, qardaş onu soruşur. Allahın haram buyurduğu məclislərə getmək olmaz, qardaşlar. Bu bizim ən yaxınımız və ondan daha yaxını olsa belə. Kim olursa, olsa belə, qardaşlar. İçki olan kişi ilə qadınların bir məclisdə bir-birinə ixtilat edib qatışdığı bir məclis, çalğıların olduğu bir məclisə getmək haramdır. O məclisdə iştirak eləmək haramdır. O məclisdə onlarla birlikdə oturmaq haramdır, qardaşlar. Lakin bir gün əvvəldən və ya bir gün sonradan insan gedib həmin məclis üçün haram olmayan işlərdə yardım edə bilər və ya təbriklərin edə bilər və onların yanında ola bilər. Lakin həmin asiliyin və Allaha qarşı çıxılmanın və o günahın olduğu vaxtda müsəlmana orada olmaq yaraşmaz və onun o məclisdə iştirak etməsi də haramdır və icazəli deyil. Haramdır və icazəli deyil. Lakin biz nə üçün deyirik ki, o məclisə gedib kömək eləmək olar? Çünki toy məclisinin, toyun, evlənmənin əsli şəriətdə var. Çünki bu əslən başlanğıcdan batil bir məclis deyil. Halal bir məclisdir. Lakin bəzi şeyləri bu şəriətdə icazə olan əmələ artırmaqla artıq onu haram olan vəsfdən və sifətdən haram olan bir vəsfə və sifətə çıxarmış olurlar. Onun üçün həmin o haramlar o məclisdən qalxana qədər orada iştirak eləmək olmaz və ora getmək olmaz və o məclisdə olmaq olmaz.